Elm və Təhsil Nazirliyi qrant ayrılmış özəl bağçaların aylıq ödənişləri ilə bağlı valideynlərə müraciət edib. Müraciətdə bildirilir ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb. Həmin qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğ göstərilib. Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək. Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqqlarından kənar və hər hansı ödəniş tələbi ilə üzləşdiyi halda Elm və Təhsil Nazirliyinin 146 çağrı mərkəzinə məlumat verə bilərlər. Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək deyə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd edək ki, bu günlərdə Elm və Təhsil Nazirliyi ilə qrant müqaviləsi bağlanmış özəl bağçalarının qiymətləri artırdığı barədə məlumatlar yayılmışdı. Qrant müqaviləsinə əsasən Elm və Təhsil Nazirliyi və valideynlər tərəfindən ödəniləcək məbləğin cədvəlini təqdim edirik.